Hörmətli müəllimlər, hər birinizi salamlayıram. Bu günlərim sizinlə timeline, yəni zaman xətti, xronoloji ardıcıllıq hazırlamağı öyrənəcəyik. Hazırlayacağımız işlər barəsində sizə bir neçə nümunə göstərmək istəyirdim. Məsələn, date bölməsinə klikləsək, gördüyünüz kimi tarixlərlə bağlı zaman xətti və yaxud hadisə bölməsinə klikləsək, müxtəlif hadisələrlə bağlı zaman xətti. Sayta daxil olduqdan sonra öz adınızı daxil edirsiniz. Və layihənizin adını daxil edirsiniz. Və start düyməsinin üzərinə klikləyirsiniz. Bundan sonra artıq zaman xəttində öz nöqtələrinizi qeyd etməyə başlayırsınız. Məsələn, birincinin üzərinə klikləyirirəm. Şəxsimlə bağlı anadan olması. Yaxud da bunu aşağı hissədən qeyd edəcəm. Daha sonra aşağı hissədə isə ətraflı məlumat yazırsınız. Bu saytla bağlı kiçik bir problem var. Bu isə ə hərfini tanımamasıdır. Amma yenə də mən bu sayta üstünlük verdim. Çünki bunun istifadəsi digərlərinə baxan çox asandır. Və choose image hissəsindən hətta siz şəkil də əlavə edə bilərsiniz. Əgər sizin şəkliniz varsa mövzu ilə bağlı bir şəkil yükləyim. Və şəkil əlavə edirəm. Şəkli sizə yaxınlaşdırıb, uzaqlaşdıra bilərəm, həmçinin döndərə bilərəm. Ətraflı məlumatımı daxil etdikdən sonra işarənin üzərindən klikləyirəm. Və artıq mənim ilk başlanğıc nöqtəm hazırdır. Bundan sonra növbəti nöqtəni əlavə etmək üçün yenidən klikləyirəm. Yine ə hərfini birincisi götürdü, daha sonra ə hərfini dəstəkləməli. Onun üçün mən əvəzinə E hərfini istifadə edirəm. Amma saytın bizə verdiyi imkanların qarşısında bu kiçik bir qüsurdur. Burada isə onun Ərdəbil səfəri haqqında daha ətraflı məlumat verəcəm. Mən sadəcə birisi hərf yazıram. İstəsəm əgər burada yenidən şəkil seçə bilərəm. İki dəfə klik eləməklə üzərində yenidən düzəliş apara bilərsiniz. Sonra növbəti nöqtəni seçə bilərəm. Və ətraflı məlumat daxil edə bilərəm. Və ən sonunda bütün lazım olan məlumatları daxil etdikdən sonra finish düyməsinin üzərinə klikləyirəm.
Mən bunu həm qaralama kimi yaddaşda saxlaya bilərəm, həm son form olaraq yaddaşda saxlaya bilərəm və öz kompüterimə PDF şəklində yükləyə bilərəm. Və yaxud da e-mail vasitəsilə başqa bir insana göndərə bilərəm. Diqqətinizə görə öz təşəkkürümü bildirirəm. Çox sağ olun.